Mərifət neçə qismdir? Mərifətullah, mərifətun nəfs, mərifətul aləm. Başda mərifətullahdır. Bu mərifətlərin başında, zirvəsində mərifətullahdır. İmam Sadiq əleyhissalam buyurur: İnnə mərifətəllah əzzə və cəl unsun min kulli vəhşəh və sahibun min kulli vəhdət və nurun min kulli zulməh və quvvətun min kulli zəf və şifaun min kulli soğum. Allah Əzzə və Cəllin mərifəti üns və təskinlidir bütün vəhşətlərdə. Yoldaş və həmrahdır tənhalıqlarda. Nurdur tamam zülmətlərdə. Nurun fi kulli zulmə. Və quvvətun min kulli zəf. Qüvvətdir zəifliklərdə. Və şəfadır bütün xəstəliklərdən. Allahın mərifəti belədir. Allahla insan arasında rabitələr var. Bu rabitələr neçə növdür? İnsan Allaha tərəf cəzb olunur həyatda. İman gətirən insan. İman gətirən insanın Allahla rabitələri var. Bu rabitələr neçə növdür? Bunları ərz eləyim xidmətinizə. Birinci, ubudiyyət rabitəsidir. Yəni Allaha ibadət etmək. Əbd və mövla rabitəsi. Bu özü müxtəlif şəkillərdədir. İkinci, möhtac olmaq rabitəsi. İnsanlar Allaha möhtacdır. Üçüncü, təfəkkür və elmi rabitə. Dördüncü, dostluq və rəfaqət rabitəsi. Beşinci də məhəbbət və eşq rabitəsi. Bunlar hamısı pilləvari yuxarı qalxır. Bu rabitələr bizim həyatımızı gərək tamam əhatə eləsin. Bir-bir bunların hamısına nail olmalıyıq. İbadət rabitəsi müxtəlif şəkillərdədir. Məsələn, namaz qılmaq. Namaz qılmaq, namazı ərəb dilində səlat deyilir. Səlat, yəni insanı Allaha bağlayan, vəsil edən. Səlat vəsil kəlməsindəndir. Rabitədir, bağlayır insanı Allaha. Məsələn, ayədə buyurulduğu kimi: İnnəni ənəllah la ilahə illa ənə fə'buduni. Mənəm sizin Allahınız, məndən başqa Allah yoxdur, elə isə mənə ibadət edin və əqimis salata li zikri. Namazı da məni yad etmək üçün qılın. Allah təbarək və Teala Musa əleyhissalama belə buyurur. Namazdır, ibadətin şəklidir, ən əsas. Yəni, Allaha bəndə olmağı nə ilə biz anlaya bilərik? Namaz qılmayla. İkinci şəkil, zikir və Allahı yad etmək. Müxtəlif zikirlər var. Bu zikirləri biz deyə-deyə, tələffüz edə-edə Allahı yad edirik. Üçüncü şəkili Quran qiraat etməkdir, dualar oxumaydır. Bunlar da Allahla rabitədir, ibadət rabitəsidir. Bir də salih əməllər görmək. Bu da ibadətdir. Allah Teala öz bəndəsini yaxşı iş görən kimi görmək istəyir və yaxşı iş görənləri də sevir. İnnallaha yuhibbul muhsinin. Allah Teala sevir yaxşı iş görənləri, salih əməl yerinə yetirənləri. Bu ibadət rabitəsi. İkinci, möhtaclıq rabitəsi. Allah Teala Quran-ı Kərimdə buyurur: Ya eyyuhən nas entumul fuqara'u ilallah.
Vallahu huvel ganiyyul hamid. Ey insanlar, sizin hamınız Allah'a möhtaçsınız. Fəqirsiniz. Fəqir, yəni Allah'a möhtac olmaq. İnsanın həyatının bütün sferaları bunu göstərir ki, biz daima birindən kömək istəyirik. Həyatımızın hər halında. Möhtacuyuz, kömək istəyirik və bu köməyi də uca yaradandan almalıyıq. Burada dua məsələsi məna tapır. Əgər möhtacuysa, duaya ehtiyacımız var. Allahı çağırmalıyıq, daima köməyə çağırmalıyıq. Kim çox dua edən olur, Allah o ən çox dua edən insanı sevir. Hər bir halımız Allaha bağlıdır, Allaha möhtacuyuz. Hər bir halda insan ayaq üstə də, oturanda da, uzananda da həmişə Allahı zikr edib dua etməlidir. İstiğfar etməlidir. Necə ki ayədə buyurur və İza səələkə ibadə ənni fə inni qərib. Bəndələrim məni səndən soruşsalar, dinən ki, mən onlara çox yaxınam. Fə inni qərib. Aramızda heç bir fasilə yoxdur. Allahla insan arasında heç bir fasilə yoxdur. Ucibu dəvətə dai İza dəani. Kim ki dua edir, Allah onun duasını qəbul edir. Fəlyəstəcibu li vəl yu'minu bi ləalləhum yərşudun. Elə isə məni icabət edin və mənə iman gətirin, bəlkə irşad olasınız. Bu ikinci rabitə möhtaclıq rabitəsi. Yəni birinci ibadət rabitəsidir. İkinci möhtaclıq rabitəsi, üçüncü də təfəkkür və elmi rabitə. Necə ki Allah Teala ayə-i şərifədə belə buyurur. Ali İmran surəsinin 190-191-ci ayələrində. İnnə fi xəlqis səmavati vəl-ərdi və ixtilafil leyli vən-nəhari ləayatin liulil əlbab. Bu asimanların, yerin yaradılışında, gecənin, gündüzün biri-birinə əvəz etməsində ağıl sahibləri üçün, düşünən insanlar üçün böyük ilahi ayələr və nişanələr var. Əlləzinə, bu düşünən insanlar, ağıl sahibləri kimdirlər? Əlləzinə yəzkurunəllaha qiyamən və quudən və əla cunubihim. Allahı qiyam halında da, gəzəndə də, oturanda da, uzananda da, yatanda da zikr edirlər. Bunlardır. Və yətəfəkkərunə fi xəlqis səmavati vəl-ərd. Xilqət barəsində təfəkkür edirlər. Öz yaradılışları barəsində təfəkkür edirlər. Və deyirlər, Rəbbənə ma xələqdə haza batila. Pərverdigara, bunlar batil deyil. Bunlar puç deyil. Sən bunları elə-belə yaratmamsan, məni elə-belə yaratmamsan, təfəkkür edirlər və bu təfəkkürlə Allahla rabitə bərqərar edirlər. Subhanəkə. Pak və münəzzəhsən, bütün eyb və nöqsanlardan fəqina əzabən nar. Bizi o qəzəbindən doğan atəş əzabından qoru, xilas eylə. Dördüncü rabitə insanın Allahla dostluq rabitəsidir. Tərəqqə edirik. İbadət, yəni müti olmaq. Möhtaclıq, yəni mən məxluqam, o xaliqdir. Mən möhtacam, o qənidir. Mən əbdəm, o mövladır. Onun qapısına gərək gedəm, başqasının qapısına gərək getməyəm. Hər kəs Allahın qapısına getdi, izzətli olar.
Allahdan başqasının qapısına gedən zillətdə olar. Sonra gəlir bu Allah ki, deyir təfəkkür elə, mənimlə bu təfəkkürünlə həqiqəti kəşf etməklə rabitə bərqərar eylə, 3-cü pillə. Sonra deyir ki, məndən dost ol. Demir, mən kibriya əhliyəm, böyükəm, məndən uzaq dur, mənə tərəf yaxın gəlmə, elə burada qal, bəndəm ol, möhtac ol qal, bir də təfəkkür elə bəsindir, sənin mənim yaxınlığımda nə işin, amma belə demir, deyir, gəl dost olay, rəfiq olay. Bu Allah, Həzrət Əleyhisselam buyurur ki, bu cür əzəmətli göyləri və yeri xəlq edən Allah bizə icazə verib, biz onun adın dilimizə gətirək. Biz onu yad eləyək. Bizə tövfiq verib ki, biz namaz qılaq. Bu dili təmiz saxlamaq lazımdır, bu qəlbi təmiz saxlamaq lazımdır. Pis sözlərdən, yersiz o kəlamlardan. Bu nəyə görə? Çünki bu dil Allahı zikr edir, namaz qılır. Bu qəlb Allahın sevgisi ilə, Allahın xatiri ilə, yadı ilə, zikri ilə dolmalıdır. Bizi irəli çağırır, deyir ki, dost olay. Əsmaül Husnadan Allahın adları var ki, bunlar hamısı dostluğu bildirir. Vədud, Vədud adı. Vədud yəni dost olan. Rəfiq, Sədiq, Vəli, Lətif. Bunlar hamısı bir hərə öz anlamında Allahla insanın dostluğunu ifadə edən isimlərdir, Əsmaül Husnalardandır. Allah Teala Quran-ı Kərimdə buyurur, mənim dostlarım müttəqilərdir. İn övliyauhu illəl muttəqun. Kimdir mənim dostlarım? Müttəqilər. İnsanlardan hər kəs təqva əhli ola, günahlardan uzaq dura, qəlbi tədricən şəffaf olacaq. Qəlb ki təmizləndi, artıq Allaha tərəf cəzb olunacaq, Allaha tərəf cəzb olunur, dost olur. İnsan Allahla dost olur. Artıq Allahla necə danışır? Rəfiq kimi, həmneşin kimi, necə biri ilə danışır möminlər, insan Allahla o cür danışır. Möhtacdır, yalvarır, yaxarır, təfəkkür eləyir, deyir, Pərverdigara, bunları əbəs yaratmamısan, məni əbəs yaratmamısan, bunlar batil deyil, bunu iqrar eləyir. Sonra gəlir Allahla həmneşin olur, münacat edir, razı niyaz edir, ürək sözün deyir, rahat, çəkinmədən. İnsanlarla heç o qədər səmimi ola bilmir bir insan, Allahla ki o qədər, o dostluqda, rəfaqətdə səmimi olur. Həyifdir belə hallar. Allah Teala ki, bizim üçün həyatda bunları qoyub, biz nə üçün bunlara çatmayaq, Allahla dostluğa çatmayaq, Allahla rəfaqət etməyək. Musa əleyhissalam Allahla görüşə gedəndə, o Allahla, peyğəmbərlər ümumiyyətlə hərəsi bir adla tanınır. İbrahim peyğəmbər Xəlilullah olub, Allahın xəlili olub, bu da dost mənasındadır. Musa əleyhissalam, Musa peyğəmbər Kəlimullah olub, rahat Allahla danışıb, söhbət edib, ona görə Kəlimullah deyirlər. İsa əleyhissalam Ruhullah olub, Allahın xüsusi yaratdığı ruh, yəni əzəmətli bir ruh, güclü bir ruh, elə bir ruha sahib olub ki, əlacsız xəstələrə şəfa verib və ölmüş insanları dirildib Allahın izni ilə. Bu, İsa Peyğəmbərin
birbaşa özünün iştirak etdiyi işdir. Belə deyil ki, deyirdi Allah eləyirdi. O özü edirdi. Allah onun vasitəsilə bu işi görürdü. Onun ruhunun əzəmətidir bu. Bizim İslam Peyğəmbəri də, Xatamul Ənbiya da, sallallahu aleyhi və aleyhi və səlləm də Həbibullah kimi tanınır. Allahın məhbubu. Allah Teala onu həmd edib, tərif edib bizim Peyğəmbəri. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm. Allah Teala tərif edib bizim Peyğəmbəri. Bu adı ona ərmağan edib. Musa aleyhissalam Allahla görüşdə Allah Teala deyir və ma tilkə bi yəminikə ya Musa. Söhbət edirlər, iki dost. Əlindəki nədir ey Musa? Musa aleyhissalamın əsası. Bu əsa da əjdahaya dönər. Qalə hiyə əsaya. Musa aleyhissalam deyir, bu mənim əsamdır. Ətəvəkkəvə əleyhə. Allah Teala görür bu əsadır. Sadəcə olaraq soruşur. Musa aleyhissalam da bunu qənimət bilir, fürsətdir. Allahla danışır, söhbəti uzadır. Deyir, bu mənim əsamdır. Ona söykənirəm. Məlumdur da əsaya söykənərlər də. Ətəvəkkə əleyhə. Və əhuşu bihə ələ qənəmi. Qoyun, quzunu bununla qovuram, xuş eləyirəm. Bunlar məlumdur, amma söhbəti uzadır. Vəliyə fihə məaribu uxra. Başqa ehtiyaclarım da var. Bu əsa ilə o işləri görürəm. Nə qədər uzatdı Allahla söhbət eləməyi. Şüeyb əleyhissalamın kürəkəni idi Musa əleyhissalam. Şüeyb əleyhissalam Allahın şövqündən o qədər ağlayır, gözləri kör olur. Allah Teala şəfa verir gözlərinə. Yenə ağlayır, yenə gözü kör olur. Neçə dəfə belə təkrar olur. Şüeyb əleyhissalam axırda Allaha müraciət edir. Pərverdigara, sənin iştiyaqından və eşqindən ağlayıram. Allah Teala buyurur ki, sənin yanıva öz həmsöhbətimi göndərəcəyəm. Musanı göndərəcəyəm. Musa aleyhissalamı göndərir Şüeybin yanına. Musa aleyhissalam gedir Şüeyb peyğəmbərin kürəkəni də olur və otururlar. İki peyğəmbər təsəvvür edin. Allahla dost olan peyğəmbər həm özləri söhbət edirlər, həm Allahla söhbət edirlər. Biraz da tərəqqi edək, irəli gedək, bu dostluqda qalmamalıdır. Allah Teala deyir ki, gəl çat ən ülvi dərəcəyə, eşq dərəcəsinə, yuxarı mərtəbəyə, tərəqqi elə. Bəqərə surəsinin 165-ci ayəsində Allah Teala buyurur: "Və minən-nas men yəttəxizu min dunillahi andadan və yuhibbunhum kəhubbillah." İnsanlardan bir dəstə var, bütpərəstdirlər. Bütlərini Allahı sevdikləri kimi sevirlər. Bu bəzi Allaha sevgisi olmayan möminlərə ayıbdır. Allah Teala bütpərəstlərə deyir ki, bunlarda sevgi var öz bütlərinə. O möminlər ki, Allaha ibadət edir, onların da Allaha sevgisi var. Allah Teala deyir, möminlərdən də eləsi var. Vəllezine amenu əşəddu hubben lillah. Amma möminlərin Allaha olan sevgisi daha şiddətlidir. Çünki həm ağılla, həm əlaqə ilə bu mürəkkəb olub. Bütpərəstlərdə ağıl yoxdur, düşüncə yoxdur, xurafatdır, mövhumatdır. Öz mövhumatlarına bağlanırlar, qəlbini onlara həsr edirlər və onu sevirlər. O qədər əqidələrini möhkəm edirlər bu bütpərəstlikdə, bir sevgi yaranır, əlaqə yaranır. Ona görə hətta canını verməyə hazır olar. Belə bütpərəstlər var, olub da. Peyğəmbərlərlə vuruşublar, müharibə eləyiblər ki, sən bizim bütlərə cəsarət eləyirsən. Onlar da cihad eləyiblər öz aləmlərində, öz bütlərinə görə. Sevib ki, eləyib də. Allah Teala buyurur ki, amma möminlərin Allaha olan sevgisi daha şiddətlidir. Hübbü, məhəbbəti daha şiddətlidir. Eşq, ümumiyyətlə nədir? Eşq,
şiddətli məhəbbətə deyilir. Yəni məhəbbət tərəqqi eləyəndə eşqə dönür. Bu da ariflərin halıdır. Arif olan insanların halıdır və dua-i Kumel ki var, Kumel duası. Kumel İbn Ziyad duası, Həzrət Əli əleyhissalam onu oxuyub. Orada bu həm Allahla dostluq və həm Allaha olan məhəbbət və eşq çox ali səviyyədə təcəlli edir. Həzrət Əli əleyhissalam nə buyurur? Buyurur, bir-iki cümlə oxuyacağım. Və kunillahumma bi izzətikə li fi kullil əhvali raufa. Bar ilaha, izzətinə xatir hər halda mənə qarşı mehriban ol. Dost-dostla söhbət edir. Və aleyyə fi cəmi'il umuri atufa. Və bütün işlərimdə mənə tərəf dön. Mənə yumşaq ol. İlahi və Rəbbi, mən li qeyruk. İlahi, pərverdigara, səndən başqa kimin var? Ya ilahi və Rəbbi və seyyidi və mevlay, li eyyil umuri ileykə əşku. İlahi, pərverdigara, seyyidim, mevlam, hansı işlərdən sənə şikayət edim? Və lima minha aviccu və əbəki, hansı biri üçün ahuzar edim? Lə'əlimil əzabi və şiddəti, mən səni sevdiyin halda, səninlə dost olduğum halda məni cəhənnəmə apararsan, mənə əzab verərsən, yəni həqiqətən mən sənə ibadət edən insan kimi bunu səndən gözləmirəm və sənə hüsnü zənnimiz var ilahi. Sən öz yetişdirdiyin, tərbiyyət etdiyin insanı cəhənnəm əzabına salarsan, təsəvvür elə, biri oradan Allaha xitab edir. Və li'alimil əzabi və şiddəti, nədən şikayət edim? Nə üçün ahuzar edim? Hansı birindən ahuzar edim? Acı əzab və şiddətindən, əmli tulil bəlai və müddəti, yoxsa uzanan bəladan və müddətindən, tükənməyən, bitməyən o əzab müddətindən sənə şikayət eləyim. Fələin səyyərtəni lil-uqubati mə-ədaik, əgər məni düşmənlərinlə bir yerə yıxsın, bir yerə aparsın və cəmaətə beyni və beynə əhli bəlaik, bəla əhli ilə məni bir araya gətirsin və fərrəqtə, budur, və fərrəqtə beyni və beynə əhibbaikə və əvliyaik, dostlarından, sevdiklərindən məni ayırsın. Fəhəbni, ya ilahi və seyyidi və mövlay və Rəbbi, ola ki, girəm ki, pərverdigara, ilahi, seyyidim, ağam, mövlam, səbərtu əla əzabik, tutalım əzaba dözdüm, fəkeyfə əsbiru əla firaqik, sənin firaqına necə dözüm? Əzaba dözərəm, amma firaqına dözə bilmərəm. Bu, aşiq bir bəndənin Allahla dediyi sözdür, münacatıdır, razı niyazıdır. Səbərtu əla əzabik, fəkeyfə əsbiru əla firaqik. Və həbni, səbərtu əla hərri narik, fəkeyfə əsbiru ənin nəzəri ilə kəramətik. Tutalım ki, ateşin hərarətinə dözdüm. Bəs, göz dikdiyim kərəminə necə dözüm? Mənim ümidim sənin kərəmindir. Sənin kərəminə bağlanmışam. Buna dözə bilmərəm. Əm keyfə əskunu finnar. Ateşdə necə dayanım? Və rəcai əffuk. Bir halda ki, əffinə ümid edirəm. Hafizin bir beyti ilə söhbətimi qurtarıram. در کوی نیکنامی ما را گذر ندادند. در کوی نیکنامی ما را گذر ندادند. گر تو نمی پسندی تغییر کن قضا را. در کوی نیکنامی ما را گذر ندادند. گر تو نمی پسندی تغییر کن قضا را.
yaxşılar diyarına bizə yol vermədilər. Yaxşıların içinə bizi buraxmadılar. Gileylisənsə əgər, sil, gəl yenidən başla.